Herkese selam. Kanalıma ve yeni vloguma hoş geldiniz kızlar. Necesiniz? Dın 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 dırırırım. Karşınızda bu kanal sahibi ben Games Ayster. Sizinle birlikte bugün çok güzel bir vlog çekeceğim kızlar. Yeni yılınız mübarek. İnşallah hər biriniz üçün 2021 çox yaxşı keçmişdir. İnşallah 2026-cı ilimiz də, bu gözəl ilimiz də xeyirli, uğurlu, düşərli və gözəl olsun. Amin inşallah. Ürəyimizdə hansı arzularımız, diləklərimiz, niyyətlərimiz varsa, amin inşallah ki, hər birinə 2026-cı ildə necə deyim, qəbul olar. Ve bizim de 2026. yıl sevimli ilimiz olar. Bəli. İnşallah kızım İnşallah kızım neydi? İnşallah kızlar mənim de bu ilki niyetim yerine yeter. Bu il üçün planlarım, məqsədlərimdən biri de inşallah 500.000 abone olmaqdır. Ve inşallah çok yakın zamanda bir il ərzində 2026-cı ildə olarıq sizinle beraber çok güzel şekilde amin inşallah. Həqiqətən çox istəyirəm o abunələrim. Ve bir də kanalıma abone olup videoma like atıp bol ve güzel yorumlar yazmayı unutmayın. Həqiqətən sizləri çox sevirəm. Kızlar 4 gün idi vlog çəkmirdim, həvəs yox idi. Yalnız hem telefonumu təmizləyirdim. Telefonda da bəzi problemlər var idi. Həm də ki deyirdim ki, qoy videolar, nə qədər videolar var, nə qədər istər vlog, istər shorts, hamısını montaj edeyim, atım kanala qəşəng planlayayım və ya da təmizləyim. Telefonu beləcə də təmizləmiş ola bilərəm. Çünki telefonda ən çox necə deyim, ağırlıq edən elə mənim YouTube proseslərimdir. Bəli. 29 dekabrdır. Sabah 30'u, o bir gün 31'i yeni yıl gelir demektir. Bəli, əlbəttə. Ve kızlar biz dünən gəldik rayona, yani 28 dekabr tarixində. Sizlərə demişdim ki, mamanı bəs ayın 25'i mama getmişdi də. 23 getmişdi. 23'ü, hə mama 23'ü gedib. Biz də dünən 28'i gəldi elə yerbəyer olduq qəşəng. Və bugünsə nə edəcəyik? Buradakı insanlar da bayramı təbrik etdi qəşəng. Bugün nə edəcəyik? Əlbəttə ki, bugün də qəşəng bir dənə shoppingə getməyə planlaşdırırıq. Nənə üçün, həm də özümüz üçün bəzi paltarlar falan almağa. Amma mənim 1-2 kargom gelmişti. Çok az miqdarda kargom gelmişti. Hiç evdə açmağa hiç vaxtım olmadı. Görə dedim ki, evdə açaram, amma vaxt olmadı. Dedim elə yox, özümlə götürüm aparım kəndə, sabah vlog çəkərəm və izləyicilərimə də göstərərəm əlbəttə. Niyə də yox qız. Tamam, görmüşəm nədir, amma istifadə etməmişəm. Keyfiyyətini falan belə yoxlamamışam, sınamamışam yəni. Sadəcə açıb başqa bir balaca sumkaya atıp koymuşam maşına, yəni belə. Baxmaq. Belə bir yağ qabı almışam, çox qəşəng, estetik evimiz üçün. Sonra belə bir şey almışam yağışda qorunmaq üçün. Və belə bir tonal krem. Fısa. Bu kargolar kızlar bilirsiniz nə vaxtdan qalıb. Mən noyabr ayının sonların 20'sindən bəri bir dənə Black Friday'də alışveriş etdim də. Ondan başqa heç bir zaman, yəni bir aydan çoxdur ki, mən alışveriş etmirəm. Olan qalan nə varsa da gəldi. Həm dedim ki, qoy nə sifariş eləmişəm sindiyə qədər onlar gəlsin. Biraz elə Black Friday indirimlərinə, kampanyasına görə gecikmələr oldu. Ona görə daha gec gəldi. Bunlar da onlardan qalanlardı qızlar. Çox qəşəng, rəngarəng, açıq tonlarda, əsl yazlıq, yaylıq sifariş etdiyim. Bunu mən sentyabr ayında sifariş etmişəm bu arada. Belə bir far sifariş etmişəm. Dördlü far. Həm far kimi istifadə etmiyorlar, həm də ənliyə. Heç bir problemi yoxdur həqiqətən.
Bəli, qızlar, hal-hazırda nə etmək istəyirəm? Qəşəng bir istədiyim və sevdiyim bir vlogu izləyə video montaj etməliyəm sizlər üçün yenə də. Və bu arada günümü danışmadan, bugün 29 dekabrdır dedim, ondan sonra heç nə danışmadım qızlar. Bəli, bugün 29 dekabrdır və biz kənddə, yəni Xaçmazdayıq qızlar, nənəmgildəyik, nə gözəl. Bugün saat 10 tamam dayanmışam, hazırlaşmağımla saat elə 11 tamama qədər çəkmişdir və mən sizə vlogu saat 12 tamamda açmışamdır. İndi saat qızlar saat 12:30-dur, yəni 1-in yarısıdır. Bir yarım saat ərzində, yəni yarım saat vaxtım var. Yarım saat ərzində tez bazar mütləq qəşəng bir short videosunu montaj edib atacağım kanala və özümsə gedirik Xaçmazar şəhərə görək nənəyə və özümüzə nə alırıq, nə almırıq qızlar artıq. Bilmirəm, demişdim yoxsa deməmişdim. Mənim nənəmin adı Aytəkin, anamın adı isə Gültəkin, böyük bacımın isə Aytəndir. Nənəmlə anamın adını yoxum. Aytəkin, Aytən. Mənim isə adım Aysu, zaten bilirsiniz. Bizdən sonraki bacımın da adı Ayşədir. Və mənim balaca bacımın bir arzusu var ki, qızım olan kimi mütləq adını Ayla, böyük bacım Ayla qoyacaq, balaca bacım Aylin qoyacaq. Amma prosto bilmək istəyirik ki, mən nə qoyacağam? Uşaqlıqdan bəri arzum Alisa qoymaqdır əslində. Qoy bizə uyğun bir ad olsun. İnşallah Alisa'mız olacaq. Qəşəng. Yəni ailə portretimiz belədir. Atam da adı Anar ilə. Giriş şəkli işte. Qardaşım da Ayxan bəy. Şöp 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 şöp. Что yani? Кто? Да. Привет. Bu da mənim atam. Salam, necəsiz, nə edirsiniz, əziz və dəyərli, hörmətli izləyicilər? Nə deyim? Ürəksiniz. Ay. Qızlar, papa sizi çox istəyir. Yəni, yaxşı mənada həqiqətən. Deyir ki, mənim qızımı çox istəyən mənim qəlbimdə çox gözəl, hörmətli bir yerdədir. Belə. Siz də mənə çox istəyirsiniz də, ona görə. Evet. Gedirik indi anamla nənəmi axtarmaq. Mən deyəcəm də nənəmi və anamı həmişə bir yerdə görəcəksiniz. Amin inşallah, daim olun. Niyə görə? Bu iki anabala, Gültəkin və Aytəkin anabalalarım bir yerə gəldilərsə, söhbət qurtarmır. Nənəm deyəcək, ay qız filan şey, filan tema vardı, necə oldunuz? Filan şey necə həll ediniz? Filan şeyin kreditini verdiniz? Ay qız filan şeyi həll elədim. Mamam deyəcək, hə mama, bu şey belə oldu, bu şey elə oldu. Dərd təşirlər qəşəng anabala. Ay Allah, necə gözəl. Ay şaka mısınız? Nənəm də qəşəng bəzəmişi, düzəlmişi. Bu arada nənəm yaşı 65 yaşdır. Nənəmə deyirəm ki, əvvəl 65 idi, nənə. İndi 59 yaş verirəm sənə. Ondan da yaxşı elə. Özümüz bəzəmişik. Mən ən çox da mənim əməyim var. Mənim kosmetikalarımla bəzəmişəm, nənə. Vallah. Nənəm deyir, mənə bu gün də sizi qoyum sizlərə. Vallah. Anam da Gültəkin xanım burada iş görür. Bəli. Kosmetologdur, o pasientlərini qəbul edir. Burada belə işləyir, halal olsun. Deməli, dekabrın 22-si Oğlaq bürcüddə bacım. Dekabrın 22-si bacımın 25 yaş tamam oldu. Təbriklər, happy birthday to you. Bəli, 23-ü, 23. Bacımla 23 deyil axı sən adın. 23-dür. 23 doğrudur, 23 bunun deməli 25 yaş tamam oldu. Oğlaq bürcüdür, bəli. Deməli sən məndən bir həftə sonra dünyaya gəlmisən. Də ad günün məndən bir həftə sonradır. Evet. 2 yaş böyüksəniz də məndən Aytən. Aytən evin işgüzar qızı. Taxıb başına Şaxta baba paltarı, Şaxta baba papağı. Neyniyir? Aşın dəminə baxır. Bəli. Həmişə zaten mənə qalır.
Yaxşı, mənə bax, elədin, afərin sənə, halal olsun. Bacım qurban, Aytən, bu şaxta papağı niyə taxmısan başına? Özdə bu kostyumdan icadını girmirsən. Nə bilim, nənədir ki, mən bir dənə saçımız adımı yığım şeydir. Sən bu dəmə bax, mən də dedim ki, şaxta papağını da şey eləyim ki, saçımız adıma yağ sıçramasın da eləməsin. Okey, anladınız mı? Hayır. Deməli, tapdım bunu da, qızlar. Bəli. Bacımı da tapdım. Bir dəqiqə, nə olub? Yox. Balaca bacımı da tapdım arkadaşlar. Yəni Ayşəni tapdım. Ayşə burada neynir? O nədir? O nədir? Qırmızı uğur böcəyi tapıb arkadaşlar onunla oynayır. Hayırdır qardaş? Hayırdır qardaş? Salam. Aleykuma. Hamının videosunu fərq çəkdim ki, sizin üçün kim neynir evdə avazda. Da durun gedə sən canım. Bomba attı. Aa, uçur. Neyse. Kızlar, saat 5 tamamdır. Biz getdik, gəldik. Hətta günorta yeməyi də yedik, qəşəng aş pişirmişdi nənəm. Ondan yedik. İndi evdə gedir Polnu iki bacım və anam arasında qəşəng yemək pişirmə anları yaşanıyor. Bacım bilmirəm. Ayşə hanı? Aytən. Aytən eşitdim, Aytən kardı. Aytən bir dəqiqə aş pişirməkdədir ki, şeydir. Yo, nə edir Aytən? Staçını salt eləyirlər. Ha, staçını girişib ha. Yaman staçını eləyir ki, qoyun. Sonra mamam belə eləyir. Ay bala, sən bu staçını iri qabda niyə töküb qoyursan qabağa? Yavaş-yavaş də belə. Mən pişirmişəm. Bu da Aytənin bir xəstədir. Bəli. Aytənin belə xəstələri var. Ayşəmandır mənim ürəyim. Sakın. Nədir bacım? Nə oldu bacı? Qızlar, hava yağışlıdır. Dəhşət xaçmaza yağış yağır. Şimşək çaxır. Pis hava var həqiqətən. İstandır buralar. Saat da dediyim kimi 7 tamamdır. Getdim mama giləninizə kömək edim. Staçın saltı hazırladıq, bitirirlər, az qalıblar. Hə, indi mənə dedilər ki, şeydir də, bəs nə olar ki, gedib bir o meyvələrdən zaddan yığsan, toyuqlara hinnəsən, yeməyin hinlərinə gedib yemək zad versəm. İndi mən heç nə qızlar, onu eləyirəm elə. Nə bilim, ay bacım. Baxın, qəşəng kartoşka yığmağım var, sonra belə samanada deyirəm, bunlar üçün yesinlər. Sonra bax, kələm yığdım, görürsünüz qızlar. Nənədir ki, bütün məhsulları qoy bura. Bura deyəndə yəni bura qızlar. Bu havada ancaq mənə bu işi gördürürlər. Evet. Yağışdan qoruram, yenə də damıra başıma ya. Getdim, nəsə kapçonka da gətirdim, yenə də su oldu başım. Aa, niyə ki? Bu qıraqda olan şeylərdə bu qazları ördəklərdə də veririk bu arada. Yetimlərə. Vay, yumurtlayıblar qızlar. Kim ördək yumurtası yiyib, qaz yumurtası yiyib. Ay bacı, siz hansı bu kimdir? Qazındır. Bu arada 2 qazımız var. Hə. İki dənə də balaca ördəyimiz, 3 dənə toyuğumuz var. Bir dənə xorozumuz. Bilmirəm hardadır xoroz. Bunlar da bura qəşəng elədik. Saatda dediyim kimi şeydə 7 tə. 8 oldu. Mən aparım bunları qoyum. Qəşəng. Bunu aparım. Hə. Bunu qoyum evə, bu yumurtanı, kənd yumurtası. Bəh, bir dənə yama. Mənə bəxtimə düşən bir dənə yumurta niyə kimə satacaq? Falan yedik qəşəng elə, aşdan yedik yenə də. Deməli, dediyim kimi saat hal-hazırda neçədir? Hə, 21:46-da artıq saatda. İstəyirəm gedim yatım, balaca bacım Ayşə yatıb. Sonra mama burada yenə kompüterdədir, narahat olmayın. Bunu bağla. Hə, ay sağ ol. Belə. Okey, nənəm neyini yiyir? Hə, nənə yox, nənə şey eləyir, o bir dənəsi var, tikir onu. Sonra ata televizora baxır, ata telefona baxır, bacı da televizora baxır. Heç nə özləri üçün kef eləyirlər. Mən də gedirəm indi otağıma qəşəng bir dənə video falan montajlamaya. Hər an odur ki, mənim də dəyərli işlərim var, qızlar, gedib onları eləməliyəm mütləq və mütləq. Bugün də belə keçdi və getdi. Sabah 30 dekabr, sabah da sizə vlog çəkmək istəyirəm. Deyirəm. Bu arada bu 2 günlük vlogdur. Ona görə nə edirsiniz? Sabah
Vlogun ikinci gününde görüşürüz. Herkes salam. Yeni günden günaydın. Dın dın dın. Yeni günden günaydın kızlar. Necəsiniz? Günaydın. Dın dın dın. Kızlar, bu vlogun ikinci günüdür ve vlogun ikinci gününe hoş geldiniz deyirəm. Hər biriniz əlbəttə. Kızlar, saat 11 tamam doyanmışam ve tez bazar qəşəng bir hazırlaşmışam. Hal-hazırda yemeği de yemişəm. Saat uje 1'e qalı 20 dəqiqə. Tez bazar qaçıram. Xaçmazda görüləcək işlər var. Onları etməyəm. Ona görə işlərimi həll edib gələcəyəm. Saat 1'de doldurmalıyım, özümü çatdırmalıyım kızlar. Bəli. Kızlar, sizə demək istəyirəm nəyim? Saat 3'e qalmışdım. 20 dəqiqə və gəlib çatdım. Qəşəng elə həyətdə oturdum. Biraz telefona baxdım, xəbərlərdən məlumat aldım. Elə 4'ün yarısı oldu. Elə buradacasına qəşəng bir dənə bəzi işlərim vardı, onları da həll etdim. Saat oldu 4 tamam. İndi gittim, yemeği yedim ve geldim kızlar. Saat 5 tamam. Artık karanlık düşmeye üzeredir çünkü saat 5'e kalıb 10 dakika. Ben de dedim ki size vlogu açım. Necə yadımdan çıxıb. Heyif ki. Bu arada kızlar, bu benim kanalımda ilk 2 günlük vlogdur. Buna çok sevinirim. Bundan sonra həftəlik kısa mini vloglar, həftəlik kısa vloglar da gələcək. Sonra 2 günlük, 3 günlük, 5 günlük vloglar da gələcək. Bəli kızlar, dediyim kimi saat 5'dir. Yuxum gəlir həqiqətən və çox dəhşət bir yuxum gəlir kızlar. İstəyirəm gedim yatım. Yatıp durandan sonra görüşürüz. Saat tamına deməli 7'de dayanmışam. Və yemək yedim. Bəyim. Yemək yedim kızlar. Və saat elə 8 tamamdır. Bacışkolarımın işlərini həll edib, işdən gəlmələrini gözləyirik. Evet. Və xaçmaza yenə dəhşətli şimşək çaxaraq yağış yağır. Yağmur yağıyor. Çoxdandır yağ qarmırdı. Diyemiyoruz. Başımda yaş oluyor arkadaşlar, anlayın be. Buraya bakın ya. Kapatın. Lan kapatın. Ha? Cücələrim gəldilər. Gəl Aytan keç. Salamca siz. Aytan keçsin. Diyan sənə gəlmə. Ayşə, balaca bacım. Salam dostlarınca siz. Həqiqətən bu İslamlıqcadır. Bunu da bırakın içəri. Keçin, əlbəttə keçin. Bacımın kombininə baxın. Mavi renk, düşüncə klasik geyim. Ve klasik geyim sənə bugün yağışda laf oldun klasik. Payız klasik. Süper zaten. Bay bay. Şu an özüm üçün, özüm üçün bircə dənə özüm qəşəng qaz yumurtası tapdım və indi onu pişirirəm. Deyəcəksiniz ki daha doğrusu, ay bacım, necə deyərlər, bax necə deyərlər, saat 10 tamamdır, bax 10 tamam göstərim, baxın. Sən 10 tamamda, bayaq saat 8'də 2 saat əvvəl yemək adam yemişsən bu yumurtanı.
Ürəyimə qəşəng dietetiklə yeməyə düşdü qızlar. Dedim eləyim yoxsa bilmirəm nə olur. Pişirirəm baxın qəşəng pişirirəm. Qızlar kanalıma abunə olub, videoma like atıp bol və gözəl yorumlar yazmağı unutmayın. Hər vaxtınız xeyir olsun, gecəniz xeyrə qalsın. Sabahınız xeyir olsun. Baxır indi bu vlogu nə vaxt izləməyinizə. Bu vlogum bura qədərdir. Kanalımda ilk 2 günlük vlog sizinlə oldu qızlar. Kənd vlogu, 2 günlük kənd vlogu. Çünki 1 günlük çəkmişdim. Dedim qoy 2 günlük kənd vlogu olsun. Çox qəşəng, həqiqətən qarışıq vlog oldu. Neyinirsiniz? Kanalıma abunə olursunuz. Videoma like atıp bol və gözəl yorumlar yazırsınız. Özünüzə yaxşı yaxırsınız. Bay bay, gələn vloglara dək.